Mən zəfər gününə həsr olunmuş bir hekayə danışmaq istəyirəm. Hamı məncə bilir ki, mən Şuşalıyam. Qarabağla bağlı mənim çoxlu arzularım var idi. Əlbəttə ki, Şuşaya qayıtmaq, Şuşada yaşamaq. Amma eşidəndə ki, Qarabağ Universiteti açılacaq, mən düşündüm ki, ay Allah, mənə imkan ver ki, mən orada dərs deyim. Heç olmasa bir semestr. Və məni eşitdilər. Təklif gəldi ki, Qarabağ Universitetində mən karyera planlaması və yumşaq bacarıqlarla bağlı bir dərs deyim. Bir nüans var idi. Həmin bu vaxt mənim 3-cü uşağım təzəlikçi həyata gəlmişdi. 2 ayı var idi və mən onu tək qoya bilmirdim. Beləliklə biz ailəvi, mən və bibilərim, atam gedirdik Qarabağa, Xankəndinə, sonra qayıdırdıq. Cəmi 2 dərs üçün mən həftə sonu gedirdim, ora qayıdırdım. Yəni 800 kilometr ora, bura uşaqla bir semestr dalbadal. Əlbəttə ki, çox yorucuydu. Hamı mənə deyirdi ki, sən dəli olmusan, necə ola bilsin ki, sən körpə uşağı hər həftə 800 kilometr ora-bura daşı maşınla. Mən cəmi bir semestr dərs dedim, amma arzumu yerinə yetirdim. Artıq ayrılanda tələbələrim dayanmadan, yəqin ki, 5 dəqiqə ayağa durub əl çaldılar mənə. İndiyə qədər də mənə yazırlar, mənim də onlar həmişə ürəyimdədirlər və buradan onlara salamlar və göndərdim. Zəfər günümüz mübarək. Qoy bizim bütün arzularımız çin olsun.